Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir asan bir naxışın toxunmasını istəyirəm göstərim. Həddən artıq çox asan bir naxışdır. Tək ilməklərdən əmələ gələn bir naxışdır. Neçə ilmək istəsəz, o qədər də yığa bilərsiniz. Sapım da ki 100 qramlıq 350 metrəlik sapdır. Bunun rezinka hissəsində bir tək bir düz yığmışam. Başqa heç bir şey lazım deyil də yığmağa. Ona görə kim neçə ilmək istəsə yığa bilər. Mən indi belə bir sapımı götürürəm. Bunun üstə qısa formada yığacağım ilməklərimi. Çox yığan deyiləm. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığacağım elimin üstünə. Bəs eləyir. İndi mən bu ilməkləri bir tərs, bir düz toxuyacağım. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını bir tərs, bir düz toxuyuram. İndi tərs üzdən yenə bir sıra, bir tərs, bir düz toxuyuram. Yenə bir sıra toxuyuram, bir sıra düz üzdən, bir sıra da tərs üzdən. İndi bir sıra da arxa üzdən toxuyuram. İndi düz üzdür. Düz üzdən indi bütün ilməkləri hamısını tərs toxuyuram.
İndi tərs üzdən də yenə hamısını tərs toxuyuram. İndi yenə bir sıra tərs toxuyuram. Bu tərs düzləri də, bu tərs toxuduqlarımın da hamısını 4 sıra toxuyuruq. 2 sıra düz üzdən, 2 sıra da tərs üzdən. İndi buranı yenə də bir sıra bütün ilməkləri tərs toxuyuram. Arxa üzdən də yenə bir sıra tərs toxuyuram. Formada. İndi buradan yenə tərs düz toxuyuruq hamısını. Bir tərs, bir düz. Birinci ilməğini tərs götürürəm. Qalan ilməkləri bir tərs, bir düz toxuyuram. Belə. Axıra qədər belə 4 sıra bunu toxuyub, 4 sıra da o hamısını tərs toxuyuruq. Bir sırada arxa üzdən yenə tərsləri tərs, düzləri də düz. İndi buradan yenə bir sıra düz üzdən, bir sıra da arxa üzdən toxuyub, sonra yenə bu tərs ilməkləri toxuyuruq. Bu formada belə bir naxışa alınır. Bunu da nə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, svitrə, nə istəsəz toxuya bilərsiniz. Sağ olun. Gələn videomda görüşənə qədər.